Ben Hüseyin Başəhla, Mingəçevir sakini, 60 yaşım var. Mən bu Sosial Müdafiə Nazirliyinə xahişim odur ki, pensiyanla əlaqədar. Mən 2016-cı ildə əməliyyat olmuşam, orqanlarımı kəsib götürüblər. 2017-ci ildə sol böyrəyim götürülübdü. 5 il ikinci qrupa pensiya almışam. 5 ildən sonra kəsiblər. Başla. 2021-ci ilə qədər pensiya almışam. 2021-ci ildən sonra kəsiblər pensiyamı. Nəyə əsasən kəsiblər bilmirəm. Hal-hazırda orqanlarım yoxdur. Özümün ağır şəkərim var, böyrək təzyiqim var. Dərmanlarımı ala bilmirəm, heç nə eləyə bilmirəm. Kağızlarım hamısı buradadır, dərmanlarım hamısı buradadır. Həkimə gedirəm, özüm mələk doktorun xəstəsiyəm. Onkoloji xəstəlikdə müalicə götürürəm. Mən dövlət başçımızdan, İlham Əliyev cənablarından, Mehriban Əliyeva xanımdan tələb edirəm ki, xahiş edirəm ki, mənim pensiyamı, ikinci qrupamı xahiş edirəm ki, qaytarsınlar. Mən tək yaşayıram. Mən hökumət tərəfindən sosialımı da versinlər, pensiyamı da versinlər. Mən ondan dolanım, dərmanlarımı alım. İkinci qrupdan üçüncü qrupa keçirdiklərinə görə sosialım da kəsildi, baxıcım da kəsildi. Mən dövlət başçımızdan xahiş edirəm, dönə-dönə xahiş edirəm ki, mənim xahişimi nəzərə alsın. Mənim xəstəliyimi, ikinci qrupamı qaytarsın. Heç olmasa ikinci qrupla, pensiyamla dərmanlarımı alım. Ağır xəstəyəm. Dolana bilmirəm, iş qüvvəmi itirmişəm. Üçüncü qrupa yazıb, kağızıma yazır ki, iş qüvvəsi. Axı mən onkoloji xəstə, bir böyrəyim yox, şəkərim, təzyiqim. Nətər gedim iş qüvvəsi eləyim, əlim ayağım əsir. Nətər iş qüvvəsi yazıb bu? Mən heç bir orqanımı qaytarıb gətirib yerinə qoymayıblar ki, mən işləyə biləm. Vaxtı ki, mən iki orqanım yoxdur. Ağır şəkərim. Mənə niyə görə bu hökumətimiz, niyə görə məni belə çıxtaş elədi? İndiki bu zamanada, bu bahalıqda, bu bahalıq vaxtında çörəyimizi alamırıq, kommunalımızı ödeyə bilmirəm, soyuq evdə yaşayıram, soyuq evdə otururam, piletka taxa bilmirəm, işıq pulunun dərdindən, qaz yandıra bilmirəm, kommunalları ödeyə bilmirəm, dərmanlarım od qiymətləri ala bilmirəm. Cənab Prezidentimiz, 150 manat pensiya alıram, 150 manatla bir dənə dərmanımı pul eləmir. Şəkər adamam, mən neynə yiyim, neynə dolanım? Vəziyyətim çox ağırdır. Sizdən xahiş edirəm ki, mənə köməkli eləyəsiniz. Mən vitaminli yeməklər yeməliyəm ki, halım olsun, taqətim olsun. Meyvə ala bilmirəm, yeyə bilmirəm. Mənim də xəstəliyimə ən çox meyvə yeyilməliyəm ki, bir taqətim olsun, halım olsun. Heç nə ala bilmirəm, heç nə eləyə bilmirəm, heç dərmanımı ala bilmirəm. Vəziyyətim çox ağırdır. Olduqca sizdən çox xahiş edirəm ki, mənə köməkli eləyəsiniz.